Əvvəla salam, dərslik 6-ya xoş gəlmişsiniz. Bugünkü dərsliyimizdə biz sizinlə cədvəllər və cədvəllərin sətir sütunlarından söz açacağıq. İlk öncəki dərslərdə də yaratdığımız veb-sayt qovluğunu açaq. Və öncəki dərslərdə bizim yaratdığımız burada yerləşən HTML faylını və bir şəklimizi görə bilirik. Həmçinin də bir tekstovoy olan boş dokumentimizi. İlk öncə biz əvvəlki yaratdığımız HTML kodlarına qaydaq və burada biz cədvəl üçün ayrıntılanan və yeni tagdən istifadə edəcəyik. Bu tagin yazılışı table'dır. Table sözünü artıq hər birimiz demək olar ki, bilirik. Çünki ingilis dilində table stol anlamına gəlir. Table'ımızı açdıq və table'ımızı bağladıq. Lakin biz burada hər hansısa bir sözü yazarsaq, bu bizim, məsələn, cədvəlimizdir desək, heç də bizim cədvəlimiz tam olaraq funksional şəkildə eləcə də yaranmış formasına alınmayacaqdır. Və bunu hipersənədə qayıdıb səhifəni yenilədikdə gördüyümüz kimi sadəcə bir cümlənin yer aldığını təkcə görə bilirik. Bunun məhz cədvəldə yer ala bilməsi üçün cədvəlin öncədən sətrini, daha sonra isə sütunla qeyd edilmək lazımdır. Məhz cədvəldə yazımızın yer alması üçün ilk öncə table row, yəni t-ı, table, yəni cədvəlimizin row sətri və cədvəlimizin sütunu table date deyə qeyd edirik. Və yenidən alt sətrə düşərək enter tuşları ilə tr deyə bağlayırıq. Bunun anlamı nədir? Table deyə cədvəlimizi yaratdıq, table deyə son aşağıda cədvəlimizi bağladıq, tr deyə cədvəlimizin sətrini qeyd etdik, td deyə cədvəlimizin sütununu qeyd etdik və sütunda bu cümləmizin yazıldığını görəcəyik biraz sonra. Sütunumuzu bağladıq, sətrimizi bağladıq və nəhayət table təsdiqinə vardırdıq. Və yenidən hipersənədimizə əgər qayıdıb yeniləsək, bunun cədvəldə olduğunu biz artıq görə bilərik. Lakin cədvəl kimi kənarlarında ölçü olmadığı üçün məhz table taginə yenidən qayıdıb orada kənar ölçülər, kənar nəzərə alınmaqla bir piksel və ya bir kimi də yaza bilərik. Məsələn, mən burada piksel deyil, məhz bir yazacağım və yaddaş edəcəm və əgər yenidən hipersənədimizə gəlib yeniləsək səhifəni, artıq biz, bu bizim cədvəlimizdir deyə cümləsi, məhz cədvəlimizin içərisində yerləşmiş sütunda qeyd alındığını və yer aldığını görə biləcəyik. Əgər biz qayıdıb bordəni, məsələn, 5 versək dəyərini, yenidən hipersənədimizə qayıdıb yeniləsək, görəcəyik ki, kənarların ölçüsü 5 oldu. Həmçinin, əgər sətrimizin və ya sütunumuzun içərisində daha bir yeni table header, yəni cədvəlimizin başlığı qeyd edilə bilərik. O zaman yeni tag açırıq. T-hi və T-hini bağlayırıq. T-h. Bura isə bu cədvəlimizin başlığıdır. Deyə qeyd edirik. Və kontrol istəyib yenidən səhifəyə qayıtsaq, bu cədvəlimizin başlığıdır yazısının qalın olduğu və həmçinin də öndə qeyd olunduğunu görə bilərik. Qayıdıb kənarları bir piksel verək və yeniləyək bir daha baxaq. Bəli, bu yazının həqiqətən də qalın olduğu artıq
görə bilirik daha aydın şəkildə. Əgər yenidən hipersənədimizə qayıdıb, cədvəlimizin məhz sənədin mərkəzində olmasını istəyiriksə, hər iki tərəf üzrə, yəni sağ və sol tərəflər nəzərə alınmaqla tam olaraq mərkəzdə ümumiyyətlə, o zaman align deyə qeyd edirik. Align isə yerləşəcəyi anlamına gəlir. Daha sonra center, mərkəz deyə qeyd edirik. Align-in özünü 4 funksiyası vardır. Burada left, sol, right, sağ, justify, sənədin hər iki tərəf üzrə və ya center, normal mərkəzdə olma yeri. Biz indi sadəcə olaraq center təqimdən istifadə edəcəyik. Və qayıdıb əgər hipersənədimizi yeniləsək, cədvəlimizin və cədvəl başlığımızın məhz mərkəzdə yer aldığını görə biləcəyik. Məsələn, mən məhz solda olmasını istəyirəm. O zaman align left deyə qeyd edirəm və qayıtsaq əvvəlki formasına, yəni standart formasını təyin ediliyini solda olduğunu görə biləcəyik. Və ya right desək, Ctrl S desək, sağda yer aldığını görə biləcəyik cədvəlimizin. Və ya justify desək, cədvəlimizin sənədin hər iki tərəfi üzrə özünün hesablamasına görə yer alacağını görə bilərik. Demək ki, cədvəlimizin sol və sağ tərəfdən kənarları tərəfə alınmaqla məhz justify bu anlama gəlir. Yenidən sənədini qeyd edin və saxlayın. Mənə elə gəlir ki, bugünkü dərslikdə sizə çox aydın başa sala bildim bu dərsliyi də və sizinlə yenidən görüşmək ümidi ilə sağollaşıram. Sağ olun.